Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Məli Şərh-ü Sünnə Bərbahari kitabının şərhinə davam edirik. Və keçən dərslərdə biz şəfaət məsələsi haqqında danışdıq və həmçinin hovuz məsələsi, şəfaət məsələsi və sıratdan keçmək üçün Peyğəmbər sallallahu aleyhi ve sellem etdiyi şəfaət və bugünkü mövzu isə, bugünkü məsələ İmam Əl-Bərbahari rahimehullah buyurur ki, Əl-İmanu bis-sirat alə cəhənnəm. Yəni, cəhənnəmin üzərində olan körpüyə iman gətirmək. Yəni, məsələ nədir? Sırat körpüsü haqqındadır. Və o sırat deyir, istədiyini götürər. Yəni, cəhənnəmin üzərində qurulan o sırat körpüsü Allahın dilədiyi kəsləri sırat tutacaq, çəkəcək. Yəni, oradakı qarmaqlarla. Və bəziləri sıratın üstündən keçib gedəcəklər. Bəziləri isə deyir, oradan cəhənnəmə düşəcəklər. وَلَهُمْ أَنْوَارْ عَلَى قَدْرِ إِيمَانِهِمْ və imanlarından asılı olaraq nurları olacaq insanların. Yəni, sıratın üstündə keçən insanların imanlarının dərəcəsinə görə onların nurları olacaqdır. Və sırat lüğətdə belə baxsaq yol deməkdir. Sırat el-müstəqim, sırat. Yəni, burada lüğəvi mənada yoldur. Amma məqsəd nədir? Şəri, yəni terminlə yanaşsaq, buradakı sırat sözü, yəni körpü mənasındadır. Və o körpü cəhənnəmin üzərindən qurulub. Nazik bir körpüdür, deyir, hətta tükdən belə nazik və qılıncdan iti və nətər, necə sən onu təsəvvür edə bilmərsən. Burada indi vəsfi gəlirsə də belə, amma necədir, nətərdir, o qiyamət günü bilinəcək. Və insanlar onun üzərindən keçəcəklər. Əməllərinə görə sürətləri, hər kəsin oradan keçmə sürəti, oradan keçmək halı fərqli olacaq. Kimsə oradan xilas olunacaq, kimlərsə də xilas oluna bilməyəcək və həlak olacaq. İnsanlar əməllərinə görə fərqlənəcəklər. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurub ki, yəni, haqq hesab bitdikdən sonra cəhənnəmin üzərində körpü qurulacaq və şəfayətə icazə veriləcəkdir. Və hər bir Peyğəmbər deyəcək ki, Allahım xilas et, xilas et. Bu cür dua edəcəkdir və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, yəni ona sual verildikdə ki, ey Peyğəmbər, körpü nədir? Nə deyir? Deyir, ayağın büdrəyəcəyi, büdrədiyi və sürüşdüyü bir yerdir. Ayağın büdrədiyi və sürüşdüyü bir yerdir. O yolun üzərində çəngəllər, qarmaqlar və dəmir tikanlar vardır. Və bunlar Nəcd diyarında bitən və üzərində çoxlu tikanlar olan sədən deyilən bir bitkiyə bənzəyir. Möminlərdən kimisi onun üzərindən bir göz qırpımında, kimisi şimşək tək, şimşək sürəti ilə yəni, kimisi külək sürətində, kimisi quş, kimisi cins at və kimisi də adi atlı kimi keçəcəkdir. Və digər rəvayətdə gəlib ki, elə insan olacaq ki, körpünü sürünərək keçəcək. Bu körpündə kimisi sağ-salamat qurtulacaq, kimisi didik-didik ediləcəkdir. Lakin axırda xilas olacaq. Bəziləri də cəhənnəm odunda qalaqlanacaqlar. Yəni, orada qalacaq, cəhənnəm odunda yanacaqlar. Yəni, elə insan olacaq, hətta körpünün üzərindən keçəndə ola bilər düşsün, əzab çəksin, çıxsın, yəni böyük günah sahibləri və s. Amma eləsi var ki, ora düşdüsə əbədiyən, kafirlər əbədiyən orada qalacaqdır. Və hədisi Əbu Səid el-Xudri rəvayət eləyir və deyir ki, mənə gəlib çatan məlumata əsasən bu körpü tükdən nazik və qıldan yəni iti olacaqdır. Hədisi Muslim rəvayət eləyib. Və şərhdə Şeyx Fovzan bu məsələyə toxunaraq deyir ki, bu məsələni vəsf eləyir və ayəti gətirir ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّيَاطِينَ ثُمَّ
لَنَحْدُرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيَّ. Deyir, Rəbbivə and olsun ki, biz onları həşr eləyəcəyik, şeytanlarla bərabər onları həşr eləyəcəyik. Sonra da onları dizi üstə çökmüş halda cəhənnəmin ətrafında yerləşdirəcəyik. Və sonra ayətlərin ardınca Allah Teala buyurur ki: "Və in minkum illə variduha." Sizlərdən hər biriniz ora varid olacaqdır. "Kana ala rabbika hatman maqdiya." Bu sənin Rəbbinin əzəldən müəyyən etdiyi bir əmrdir. Yəni cəhənnəm üzərində olan körpü. Hər kəs oradan keçəcək. Və ardınca Allah Teala buyurur ki: "Və in minkum illə variduha." Yəni hər kəs ora girəcək, həm kafirlər, həm möminlər, hər kəs oradan keçəcəkdir. Və sonra nə deyir Allah Teala? "Summa nunajjillezina ittaqaw." Sonra biz təqvalı olanları xilas edəcəyik. Müttəqiləri, təqvalı olanları xilas edəcəyik. Zalimləri isə yəni başlı başına bu cür buraxacağıq. Yəni diz çökmüş halda, zəlil vəziyyətdə buraxacağıq. "Summa nunajjillezina ittaqaw." Yəni iman əhli, təqva əhlini xilas edəcəyik. Və burada xilas olmaq təqva ilandır. Fikir verin, yəni o körpünün üzərindən xilas olmağın yolu təqvadır. Çünki Allah Teala deyir, təqvalı olanları xilas edəcəyik. Yəni bu insanın bədəninə görə, bədənin qüvvətinə görə deyil, malının çoxluğuna görə deyil, təqvasına bağlı olan bir məsələdir. Və ona görə bu gün üçün hazırlaşmaq lazımdır. Xeyir əməllər işləməklə, təqva ilə. Və körpü insanlar götürəcək, insanları çəkəcək özünə. Necə ki Allah Subhanahu wa Taala buyurur ki: "Thumma nunajjillezina ittaqaw." Biz təqvalı olanları xilas edəcəyik. "Və nəzəru zalimin fiha jisiyya." Və zalimləri orada yəni diz çökmüş halda tərk edəcəyik. "Və lehum envar ala qadri imanihim." Və imanlarına görə dedik ki, insanların nurları olacaqdır. Qiyamət günü və körpünün üzərindən keçərkən necə ki bu haqda Allah Teala buyurur ki: "Nuruhum yes'a beyne eydihim və bieymanihim." Onların nuru həm önlərindən, həm sağ tərəflərindən olacaqdır. "Yəquluna rabbana atmim lana nurana." Deyəcəklər, Rəbbimiz nurumuzu tamamla. "Vəğfir lana" və bizi bağışla. "İnneke ala kulli şeyin qadir." Həqiqətən də sən hər şeyə qadirsən. Sonra digər bir ayədə Allah Teala buyurur ki: "Yevme teral mu'minina vel mu'minati yes'a nuruhum beyne eydihim ve bieymanihim." O gün görəcəksəndir, möminləri görəcəksən ki, onların nurları önlərindən və sağlarından nurları gedəcək. Nurları olacaqdır. "Buşrakumul yevm." Yəni sizə bugün müjdələr olsun. "Cənnətun təcri min təhtihəl ənhər." Yəni sizə müjdələr olsun cənnətlə, altından çaylar axan cənnətlərlə. "Xalidinə fiyhə." Orada əbədi qalacaqlar. "Zəlikə huvəl fəvzul azim." Bu da böyük bir qurtuluşdur. Münafiqlərə gəlincə, münafiqlərin nuru olacaqmı? Bəli, onların da nuru olacaq. Münafiqlərin də nuru olacaq, amma ilk öncə nur olacaq, sonra o nur gedəcək. Münafiqlərə gəlincə, onlara nur deyir veriləcək. "Lənnəhum dəxalu fil İslam və əzhərul İslam." Çünki onlar zahirən İslamı göstərdilər, İslama girməklərini, İslamda olduqlarını göstərdilər ki, bunlar müsəlmanlardır, möminlərdir, özlərinə elə apardılar. Və bununla sanki möminləri aldadırdılar. "Kəmə ennəhum xada'u bil İslamihim fəyu'tuna nuran xida'an lehum." Yəni necə ki bunlar aldadıblar insanları, möminləri, müsəlmanları ki, bunlar İslam'a girdilər. Həmçində özləri həmin günü, qiyamət günü aldadılacaqlar nurla. İlk öncə nur veriləcək, sonra nurları sönəcəkdir. Və nə deyəcəklər? "Yevme yequlul munafiqun vel munafiqatu lillezina amanu zuruna." O gün münafiq kişi və münafiq qadınlar möminlərə deyəcəklər ki, bizə baxın, bizə tərəf yaxınlaşın yanı. Nəyə görə? Yəni gözləyin, biz də sizin nurunuzdan götürək. Çünki onların arxalarından gedirlər münafiqlər, möminlərin arxalarından və deyirlər, yəni gözləyin ki, biz də nurunuzdan götürək.
Nəqtəbis min nurikum. Yəni sizin nurunuzdan götürək. Nə deyəcəklər onlara? Qilərci'u vara'akum. Geriyə dönün. Geriyə dönün. Fəltəmisu nura. Və orada özünüzə nur axtarın. Onların arasında qapısının içəri tərəfindən mərhəmət, çöl tərəfindən isə əzab olan bir sədd çəkiləcəkdir. Yunadunəhum ələm nəkum ma'akum. Münafiqlər deyəcəklər ki, və məyər biz sizlə bərabər deyildikmi? Dünya həyatında sizlə bərabər idik. Möminlər deyəcəklər ki, qalu bələ, bəli, bizimlə idiniz, vəlakinnəkum fətəntum ənfusəkum. Lakin siz özünüzü fitnəyə saldınız. Və tərəbbəstum vərtəbtum. Yəni, haqq gözlədiniz, oturub orada gözlədiniz və haqqa şübhə etdiniz. Və qarratkumul əmani. Və dünya həyatı, xülyalar, boş-boş xəyallar sizi aldatdı. Yəni, boş-boş xülyalara aldandınız. Həttə cəə əmrullahi. Ta ki, Allahın əmri gələnə qədər. Yəni, siz aldandınız. Yəni, ölüm gələnə qədər siz aldandınız. Xülyalara qapıldınız, yəni. Və qarrakum billahil qarur. Və tovlayan kim? Yəni, şeytan. Tovlayan Allah barəsində sizi tovladı, aldatdı. Və sonra ayətin ardınca فَالْيَوْمَ لَا يُؤْخَذُ مِنْكُمْ فِدْيَةً. O gün onlardan fidyə götürülməz. Heç bir şey fayda verməyəcək, artıq gecdir. وَلَا مِنَ الَّذ۪ينَ كَفَرُوا. Və həmçin kafirlərdən fidyə götürülməz. مَأْوَاكُمُ النَّارِ. Sizin yeriniz oddur. Hiyə məvləkum və bi'səl məsir. O sizin, həmin od, sizin mövlanızdır. Necə də pis yerdir ora. Deməli, baxın, dəhşətli bir körpün, o körpüdür ki, biz onu bu cür təsəvvür belə edə bilməzik zehlimizin, orada olan reallığı. Və cəhənnəmin ortasında körpüdür. Və insanlar əməllərinə görə fərqlənir və o körpünün üzərindən həm möminlər keçəcək, həm münafiqlər, kafirlər, hamısı. Möminlər gedir, ardınca kimlər gəlir? Münafiqlər. Və nurları var insanların. Möminlərin nurları ilə münafiqlər deyir, bizə də verin o nurdan. Birinci öz nurları olacaq, sonra sönəcək. Etdiyi əməllərə görə. Aldadırdılar, burada da aldandılar. Və daha sonra bizə də o nurdan verin deyəcəklər. Möminlər deyəcək, geri qaydın, gedin özünüzə nur axtarın. Və deyəcəklər, bəli, biz sizlə bərabər deyildikmi? Dünya həyatında bir yerdə idik. Bərabər idiniz, amma nədir? Özünüzü aldatdınız. Fitnəyə saldınız özünüzü. Və bu gün də nədir? Dadın bu əzabı. Ona görə Allah Teala deyir ki, bu gün, qiyamət günü, yəni heç kəsdən fidyə götürülməyəcək. Yəni, fidyə verin, mən canımı qurtarım söhbəti yoxdur. Onların varacağı yer oddur, orada necə pis yerdir. Növbəti məsələ gəlir, ənbiyələrə, peyğəmbərlərə və mələklərə iman məsələsi gəlir. Və bu da imanın üsullarından, rükunlarından bir rükundur ki, nədir? Mələklərə, peyğəmbərlərə iman gətirmək. Necə ki, Cəbrail əleyhissalam Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gələndə və ondan soruşanda ki, mənə iman barəsində xəbər ver, nə deyir Allah Rəsulü sallallahu aleyhi ve sellem? Deyir ki, ən tu'minə billahi. Allaha iman gətirmək, mələklərə iman gətirmək, sonra kitablara, rəsullara, axirət gününə və sonra qədərin xeyir və şərinə. Və bu haqda ayətlər də var. Allah Teala buyurur ki, Leysəl birra ən tuvallu vucuhakum qibələl məşriqi vəl məğrib. Yaxşı əməl heç də üzünüzü məşriqə və ya məğribə tərəf çevirməklə deyil. Vələkinnəl birra mən əmənə billahi vəl yevmil əxiri vəl mələikəti vəl kitabi vəl nəbiyyin. Yaxşı əməl Allaha, axirət gününə, mələklərinə, kitablarına və nəbilərinə, peyğəmbərlərinə iman gətirməkdir. Və həmçinin Əmənər Rasul ayəsi, Bəqərə surəsinin son 2 ayəsi var, son ayələri. Əmənər Rasulu, nə deməkdir? Əmənər Rasulu. Rəsul iman etdi.
Sonra Âmenər rasulu bimə unzilə ileyhi. Yəni ona nazil olana Rəsul iman etdi. Min Rabbih. Yəni Rəbbindən o nazil olana. Və həmçinin kimlər iman etdi? Vəl mu'minun. Möminlər də iman etdilər. Nəyə iman etdilər? Kullun âmenə billahi. Hər biri, hamısı Allaha iman etdilər. Vəl mələikəti. Və mələikətihi. Mələklərinə iman etdilər. Və kutubihi. Kitablarına. Və rusulihi. Və rəsullarına. La nufarriqu beynə əhədim min rusulihi. Biz və deyirlər ki, biz heç bir fərq qoymuruq onun rəsulları arasında. Və qalu səmi'nə və əta'nə. Nə dedilər? Eşitdik və iman etdik. Hər bir mələyə iman gətirmək vacibdir. İstəyir bizə bəlli olan, adı bizə bəlli olan və yaxud adını bilmədiyimiz fərqi yoxdur. Hər bir mələyə iman gətiririk. Əmmə mən yu'min bi ba'dihim və yəkfur bi ba'dihim fəhuvə kafirun bi cəmi. Kim desə ki, bir mələyin birinə müəyyəninə iman etir, müəyyən kiməsə hansı bir mələyə iman etmir, yəni mələklərin bəzilərinə iman edib, bəzilərinə iman etməyən isə fərqi yoxdur, hamısını inkar etmiş kimidir. Heç birinə iman gətirmiş sayılmır. Allah Teala buyurur ki, Qul mən kənə aduvvən li Cibrilə fə innəhu nəzzələhu alə qalbikə bi iznilləhi musaddiqən limə beynə yədəyhi və hudən və buşra lil müminin. De, kim Cəbrailə düşmən olarsa, o Allahın izni ilə o sənin qəlbivə onu nazil edən odur. Yəni sənin qəlbivə Qur'anı nazil edən Allahın izni ilə odur. Musaddiqən limə beynə yədəyhi, yəni əvvəlkiləri təsdiqləyən və hidayət və rəhmət olan, möminlər üçün rəhmət olanı sənin qəlbivə nazil edən odur. Və mən kənə aduvvən lillahi və mələikətihi. Kim Allaha və mələklərinə düşmən olarsa, və rusulihi, rəsullarına düşmən olarsa, və Cibrilə və Mikələ fə innəllaha aduvvə lil kafirin. Və Cəbrailə və Mikailə düşmən olarsa, həqiqətən də Allah kafirlərin düşmanıdır. Və burada müəyyən məsələlər gəlir. Deyir, misal olaraq Yahudilər deyir, Cəbraili sevmirlər, deyir. Cəbrail mələyi sevmirlər. Deyir ki, Əl-Yahud əlləzini yəqul, nə deyirlər? Cəbrail deyir, bizim düşmənimizdir, deyir. Ləv kənəl-ləzi nəzələ alə Muhammedin qayrə Cibril lə'ta'nəhu. Onlar nə deyir? Deyir, biz Cəbraildən başqası gəlsəydi, nazil etsəydi o vəhyi, iman eləyərdik. Lakin Cəbrail nazil eləyib, ona görə iman etmirik. Yəni, Yahudilərdən belə deyənlər var. Cəbraillə düşmənçilik eləyənlər var. Və Allah Teala bu ayəti nazil eləyir. Qul mən kənə aduvvən li Cibrilə fə innəhu nəzzələhu alə qalbikə bi iznilləh. De, kim Cəbrailə düşməndirsə, düşmən olarsa, odur Allahın izni ilə sənin qəlbivə onu nazil edən. Yəni Allahın izni ilə yəni Cəbrail nazil olur. Öz-özlüyündə yox. Allahın izni ilə, Allahın əmri ilə nazil olur. Və min təvaif, və deyir, azmış firqələrdən, tayfalardan vardır ki, hansı ki özlərini İslama nisbət eləyirlər. Deyirlər ki, Cəbrail risalətə xəyanət eləyib. Əliyə gətirməli idi, aleyhissalam, radiyallahu anh. Gətirib Muhammədə, vəhi Muhammədə nazil eləyib. Belə deyənlər də var, deyir. Və sonra möminlər həmçinin rəsullara iman gətirir, nəbilərə və rəsullara da, mələklər, rəsullar, nəbilər, bunların hamısına iman ediləsi vacib olan məsələlərdir. İmanın əsasları, rükunlarıdır. Və burada şeyx gətirir ki, ən-nəbi odur ki, mən uhiyə ileyhi bişşər, ona şəriət vəhy olunub və təbliğlə əmr edilməyib. Rəsul isə ona şəriət və təbliğ əmr olunub. Aralarındakı fərqi gətirir. Deyir ki, əl-fərq beynən nəbi və rəsul. Rəsulla nəbinin arasında fərq nədir? Rəsul ona nazil olan şəriət. Yəni Allah Teala ona şəriət nazil edib, yəni göndərib. Nəbidən fərqli olaraq. Nəbi özündən qabaqki rəsulun şəriətini təbliğ edir. Rəsula yeni şəriət nazil olur. Misal olaraq Allah Teala Quran-ı Kərimdə buyurur ki, İnnə ənzəlnət təvratə, biz Tövratı nazil etdik. Fiyhə hudən və nur. Orada hidayət və nur vardır. Yəhkumu bihən nəbiyyunəl-ləzīnə əsləmu lilləzīnə hədu və rabbaniyyunə vəl-əhbər. Onunla
özlərini Allaha təslim edən peyğəmbərlər, nəbilər, yəni burada nəbiyyuna gəlir. Nəbilər bununla Yahudilər arasında hökm edirdilər. Və həmçinin din xadimləri, Rabbaniyyun və elm adamları, Yahudilərin elm adamları, Əl-Əhbar. Fikir verin, Tövrat nazil olundu, Tövratla hökm verənlər kimlərdir? Nəbilər. Deməli, şəriət nədir? Əvvəlki peyğəmbər Musanın şəriəti ilə hökm verirdilər. Yeni bir kitab, yeni bir şəriət gəlmədi. Özündən əvvəlki rəsulun şəriəti ilə hökm verir nəbilər. Rəsul nədir amma? Rəsul təzə şəriət, təzə kitab gəlib. Məsələn, Muhammed sallallahu aleyhi ve sellem ona Allah subhanahu taala yeni şəriət nazil edib və o şəriətin təbliği əmr olunub. Və şeyx buyurur ki, fəhum yəhkumuna bit-Tevrah. Onlar Tövratla hökm verirlər. Tövrat kimə nazil olmuşdu? Musaya. Və yeni şəriət gəlmədi, müstəqil yeni bir şəriətlə yox. Rəsulların əksi olaraq, çünki rəsullara müstəqil yeni şəriət gəlir və o şəriətin təbliği əmr edilir. Əmmən nəbi fəyu'mər bi təbliğ risaləti min qablihi. Nəbi isə özündən əvvəlki rəsulun şəriətin təbliği əmr olunub. Və qad yuhə ileyhi fi qadiyyətin xassa. Müəyyən şeylərin vəhiylər gəlir. Müəyyən xas bir əməllər olur ki, məsələlər olur ki, orada vəhiy gəlir ki, bunu belə et, bunu elə et. Amma əvvəlki fikrət, yatsın. Amma nəbi, başa düşdünüzsə, yəni nəbi yeni şəriətlə gəlmir. Özündən qabaq olan peyğəmbərin şəriəti ilə gəlir hökm verməyə. Müəyyən amma məsələlərdə vəhiy gəlir ki, bunu belə et, bunu belə et. Bu, nəbi ilə rəsulun arasında olan fərqdir. وَمَنْ كَفَرَ بِنَبِيٍّ وَاحِدٍ فَهُوَ كَافٍ بِجَمِيعٍ. Kim bir nəbini inkar eləsə, bir dənə nəbini, sanki bütün nəbiləri, bütün rəsulları inkar etmiş kimidir. Birinə küfr edən hamısına küfr etmiş kimidir. Çünki peyğəmbərlər qardaşdır. Necə Allah Rəsulü sallallahu aleyhi ve sellem deyir ki, ana bir, yəni ata bir, ana ayrı olan qardaşlar kimidir. Və onların yəni əqidələri bir, şəriətləri fərqlidir. فَالَّذِي يَزْعَمْ أَنَّهُ يُؤْمِنْ بِمُوسَى كَالْيَهُودِ وَيَكْفُرْ بِعِيسَى وَبِمُحَمَّدْ عَلَيْهِ السَّلَامِ فَهَوْلَيْ كَافِرُونَ بِجَمِيلِ الْأَنْبِيَا. Məsəl üçün, biri deyir ki, Musaya iman etmişəm, amma İsanı, Muhammedi qəbul etmirəm. Sanki heç Musaya da iman eləməyib. Heç birinə iman eləməyib. Allah Teala buyurur ki, "Ellezine ataynahumul kitabe ya'rifunehu kema ya'rifun abna'ahum." Kitab verilənlər səni, onu, yəni Muhammed sallallahu əleyhi və səlləmi öz oğullarını tanıdıkları kimi tanıyırlar. Yəni bilirlər ki, bu haqq rəsuldur. Lakin həsəddən dolayı qəbul etmədilər Muhammed sallallahu əleyhi və səlləmi. Çünki nə istəyirdilər? İstəyirdilər ki, peyğəmbər özlərindən çıxsın, Yahudilərdən çıxsın. Gördülər ki, ərəblərdən gəldi. Həsədə görə həsəd onları istələdi və qəbul etmədilər. Və Allah Teala buyurur ki, "Əm yəhsudunən-nâse alâ mâ ətâhumullahu min fadlih." Allahın verdiyi fəzilətə görə insanlara həsəd mi edirsiniz? Və bunların inkarına, Muhammed sallallahu aleyhi ve sellem'in qəbul etməmələrinə səbəb nə oldu? Həsəd. Həsəd səbəbi ilə. Və kətəlikə İsa aleyhissalam həmçinin xəbər vermişdi ki, sonuncu peyğəmbər gələcək. Muhammed sallallahu aleyhi ve sellem barəsində xəbər verib, açıq-aşkar. Və bu haqda Quran-ı Kərimdə Allah Teala buyurur ki, Məryəm oğlu İsa dedi, ey İsrail, Bəni İsrail, ey Bəni İsrail, mən sizin rəsulunuzam, özümdən əvvəlkiləri təsdiqləyən, yəni Tövratdan özümdən əvvəlkiləri təsdiqləyən və məndən sonra gələcək bir rəsulla sizi müjdəliyənəm. Hansının ki, adı Əhməddir. Adı Əhməddir. Fikir verin. Yəni, Muhammed sallallahu aleyhi ve sellemin adlarından biri də Əhməddir. Onun adlarından biridir. Və açıq-aşkar İsa aleyhissalam onlara deyir ki, ey qövmüm, ey Bəni İsrail, mən sizin rəsulunuzam və özümdən əvvəlkiləri təsdiqləyən və məndən sonra gələcək adı Əhməd olan bir rəsulla sizi müjdəliyirəm.
Və mən huvər-rəsulləzi cəə bə'də İsa. İsa aleyhissalamdan sonra gələn rəsul kimdir? Açıq-aşkar Muhammed sallallahu aleyhi və səlləm. Yəni İsa'dan sonra, İsa aleyhissalamdan sonra başqa bir rəsul gəlməyib. Muhammed sallallahu aleyhi və səlləm gəlib. Ona görə kim inkar eləsə Muhammedin sallallahu aleyhi və səlləmin rəsulluğunu, peyğəmbərliyini, İsa'nı da inkar etmişdir. Allah Teala Quran-ı Kerimdə buyurur ki, Kəzzəbət qavmu Nuhinil mursalin. Nuhun qövmü rəsulları yalancı saydı. Rəsulları inkar etdi, rəsulları yalancı saydı. Sual verirəm, Nuhun qövmünə neçə dənə rəsul gəlib? Bir dənə rəsul gəlib. Amma niyə cəmdə gəlib rəsulları? Birinin inkarı bütün rəsulların inkarıdır. Bir dənəsində, bir rəsulu inkar etdinsə, sanki hamısını inkar etmiş kimisən. Çünki əvvəl, ən ilk rəsul elə Nuhdur, Nuh aleyhissalam. Yəni, onların Nuhu inkar etməsi, hətta ondan sonra gələnləri belə inkar etmək kimidir. Kəzzəbət qavmu Nuhinil mursalin. Açıq-aşkar ayətdir. Kəzzəbət səmudul mursalin. Səmud qövmündə də Allah Teala cəmdə deyir. Səmud qövmü rəsulları inkar etdi. Bir rəsulun inkarı bütün rəsulun inkarına bərabər. Eykə əhli rəsulları yalancı saydı. Yenə burada da cəmdə gəlib rəsullar. Fəllezî yekfur bi vahidin huve kafir bi cemi. Birini inkar eləyən bütün hamısını inkar etmiş kimidir. Allah Teala buyurur ki: "İnnellezîne yekfurûne billahi ve rasûlihi ve yuridûne en yuferriqu beynallahi ve rasûlihi ve yeqûlûne nu'minu bi ba'din ve nekfuru bi ba'd ve yuridûne en yettehizu beyne zâlike sebîlâ." Allah'a və onun elçisinə küfr edənlər, Allah'a və onun elçisinə küfr edənlər Allahla elçilərini bir-birindən ayırmaq istəyib, biz bəzilərinə iman edir, bəzilərini isə inanmırıq deyənlər, yəni bu cür deyərlər və bunun arasında bir yol axtarırlar. Yəni Allah'a və onun elçilərinə küfr eləyirlər bunlar. İllellezîne yekfurûne billahi ve rasûlihi. Allah'a və rəsuluna küfr eləyirlər. Nə istəyirlər, nə deyirlər? Rəsul, Allahla rəsulu arasında ayrılıq etmək və deyirlər ki, bəzilərinə inanırıq, bəzilərinə yox. Rəsulların bəzilərini qəbul edirik, bəzilərini yox. Bəzilərinə küfr edirik. Və bunların arasında Allah Teala buyurur ki, bunların arasında bir yol tutmaq istəyirlər. Bu insanlar haqqında Allah Teala nə deyir? Ulaikə humul kafiruna haqqa. Onlar ilə əsl kafirlərdir. Və daha sonra növbəti ayədə Allah Teala deyir ki, onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. Bu məsələ də rəsullara, mələklərə və rəsullara iman məsələsi idi. Deməli, bugünkü 3 məsələ keçdik. Sırat körpüsünə iman, həmçinin peyğəmbərlərə və mələklərə iman məsələsi. Və subhanakallahumma bihamdik, əşhədu en la ilahe illə ente, estağfiruke və etûbu ileyk.